Xəstələr mənə deyir ki, mənim heç bir şikayətim yoxdur. Biz bunları edirik prekanseroz lezyonlar. Nə deməkdir? Xərçəng öncəsi hər hansı bir sahə üçün törəmək üçün. Mən xəstələrə deyirəm ki, xərçəng öncəki hal görsəl olaraq, makroskopik olaraq mən uşaqlıq boynuna baxdığım zaman mən onu təyin edə bilmirəm. Siz bu testləri etdirmədiyiniz zaman, siz əgər tutalım ki, xərçənglə gəldiyi zaman orada yara olanda, o yara təhlükəli bir yara olanda, hansı ki xərçəng xəstəliyi, biz o zaman istəmirik ki, xəstə o vəziyyətdə gəlsin. Artıq dünyada bu testlər o qədər sıx olunur ki, uşaqlıq boynu xərçəngi sayısı həddindən artıq azalıb, yayılması azalıb. Amma bizdə 40 yaşında gəlin zəng vurur, məndə 6 santimlik uşaqlıq boynunda törəmə var. Deyirəm, istəyirsiniz o vəziyyətə gətirib çıxardasınız. Yəni, uşaqlıq boynu xərçəng xəstəlikləri olmadan öncə özünü hər hansı bir şeylə göstərmir.